Ən qədim geyim izləri təxminən 170-200 min il əvvələ gedib çıxır. Paleogenetik araşdırmalar göstərir ki, saç bitlərinin bir qismi geyimlərin üzərində yaşamağa başladıqdan sonra deyintilərində dəyişiklik baş vermişdi. Bu isə həmin dövrlərdən insanların artıq toxunmuş və ya heyvan dərisindən hazırlanmış geyimlərdən istifadə etdiyini sübut edir. Başqa bir ipucu isə daş dövrü kəsici alətləridir. Bu alətlər heyvan dərilərinin soyulması və yumşaldılması üçün istifadə olunurdu. Qədim insanların Afrikanı tərk edib daha soyuq bölgələrə köçməsi də geyim zərurətini artırmışdı. Soyuqdan qorunmaq, yaralanmaların qarşısını almaq və hətta sosial statusu göstərmək üçün. Bu sadə heyvan dərilərindən başlayıb, minilliklər sonra toxuculuq, iynə-sap, naxış və mədəni identiklik kimi mürəkkəb bir sistemə çevrildi. Yəni geyim, insanın təkamül hekayəsində yalnız örtük yox, tam bir mədəniyyətin başlanğıcıdır.